Salam əziz Neftçi azarkeşləri, hər vaxtınız xeyir olsun. Bugündən artıq mən həm digər klublar haqqında, həm də ki, əsasən Neftçi haqqında bir neçə fikirləri, hər tür fikirlərimi bölüşməyə çalışacağım. Bu fikirlərin sonunda istəyərəm ki, bu videoya baxandan sonra hər kəs öz fikirlərini şərh bölməsində yazsın. Bugün yalnız Neftçi və Zirə haqqında danışmaq istəyirəm. Neftçi komandası çox yaxşı oynadı. Çoxdan istədiyimiz Neftçini görmürdük və bu Neftçini axırı gördük. Və onu da qeyd eləmək istəyirəm ki, çox yaxşı geri dönüş elədi. Əks hücumu yaxşı qurdu və Sambu, çoxdan da ayağı açılmayan Sambunun, bizim tənqid elədiyimiz Sambunun ayağı açıldı və Neftçiyə yəni ikinci topu vurmağa nail oldu. Çox istəyərdim ki, bunu deyim ki, yəni qələbə topunu vurdu. Təəssüflər olsun ki, yenə hakim səhvləri ilə bu mənim şəxsi fikrimdir. Düşünürəm ki, bir neçə insanlar da mənlə razılaşar. Çünki orada 11 metrlik cərimə zərbəsi yox idi. Hakim səhvi və Neftçinin yenə alınan 2 xalı. Bundan əvvəlki oyunlarda da Neftçi yəni xalları hakim səhvlərinə görə itirmişdi. Neftçi yaxşı oyun göstərmədiyi üçün bu hakimlər artıq belə hiss olunur, ən azından belə hiss olunur ki, oyunları ötəri yanaşırlarmı deyim, məsuliyyətsiz yanaşırlarmı deyim, bilmirəm. Amma bu səhvlər necə olursa Neftçi oyununda baş verir. Özləri Neftçiyə bu dönəmlərdə yaxşı bir xal lazım olduğu bir halda. Sonra nələr baş verdi? Bu xalların nəticəsində bəzi Neftçi azarkeşləri, yəni Neftçi ətrafında haçalanmalar yarandı. Bəziləri buna komandadır deyir, qurulub. Yenə yəni oyuncular haqqında mənfi fikirlər, uğursuz transfer haqqında danışılmağa başlanıldı. Amma bunun yaxşı tərəflərini də görən var idi. Bəzi insanlar içim mən qarışıq bu fikirlərlə barışmırdıq. Çünki mən artıq neçə turdur, yəni bu mövsüm mən Neftçinin yaxşı top oynadığını, paslaşdırdığını, hücumlar qurduğunu şahidiyəm. Sadəcə olaraq sonlanma, bitiricilik çox zəifdir. Bu da ki, yəni Sambu ilə bağlıdır, hücumçu problemi yaşayırıq. Bir geriyə nəzər salanda Neftçi indiyənə qədər normal futbol oynaya bilmirdi. Heyətində bəzən problemlər yaşanırdı. Bəzi oyuncular özlərini yer tapa bilmirdilər və yaxud da böyük ümidlərlə alınan oyuncular özlərini doğrultmurdu. Heyət hər il çempionluğa yaxşı nəticəyə qurulsa da bu olmurdu və bəzi bir dönəm yaranmışdı ki, biz artıq Neftçi baş məşqçiləri əlcək kimi dəyişdiyi bir dövrü görmüşdük. Yenidən gəlindi, gələnən nöqtə o oldu ki, son çempion olmuş komandanın baş məşqçisi Samir Abbasova yenidən şans verildi. Mənim fikrimə görə Samir Abbasov çox yaxşı heyət formalaşdırıb. Sadəcə olaraq deyir, hər gözəlin bir eybi var. Hal-hazırdakı Neftçinin eybi də hücum xəttidir. Yəni komandanın yarım müdafiəçiləri, müdafiəçiləri hücuma bu qədər atılır, bu qədər qol ötürmələri verilir, amma bunlar boşuna xərclənir. Biz dəfələrlə görmüşük. Hətta bu nə hikmətdirsə, Neftçi ilə oyuna hazırlaşan komandalar, yəni oyunculardan elə performanslar görürük ki, yəni onlar karyeralar boyu elə ki, ən yaxşı performansı həmin oyuna saxlayıblar. Bu da Neftçinin işini çətinləşdirir. Bəlkə də Azərbaycan futbolunun rəhbərləri, yəni başında oturan insanlar bu hakim səhvlərini araşdırıb, yəqin ki, bir nəticəyə çıxarlar. Çünki hal-hazırda artıq 6 tur oynanılıb, 7-ci turdur, 7-ci tur oynanılır. Neftçinin elə 3-4 oyununda ancaq biz hakim səhvləri və itirilən xalları görürük. Bu, yəni, belə olmaz. Və bundan əvvəlki turda, səhv eləmirəmsə, Turan Tovuzla oyunda hakimin səhvlərinə görə artıq Neftçi rəhbərliyi də bununla bağlı tədbir görülməsini istəyib və müraciət ünvanlayıb. Yaxşı heyət qurulub,
Sadəcə olaraq səbirlə gözləmək lazımdır. Mən azarkeşlərin səbirsizliyini başa düşürəm. Bilirsiniz niyə başa düşürəm? Çünki Neftçi rəhbərliyi və yaxud da baş məşqçi çıxıb demir ki, azarkeşlərə mənə 3 il vaxt verin, 2 il vaxt verin və yaxud da 1 il vaxt verin, biz heyət qururuq. Bu tam vaxt deyilmədiyi üçün azarkeşlər hər axsama periodunda, hər uğursuzluqda artıq etiraz eləyir. Bu da komandanın üstündə biraz da baskını artırır. Və əslində bir alqışda Samir Abbasov və onun heyətinə ona görə düşür ki, bu boyda baskı, bu boyda təzyiq və bəzən də komandaya qarşı bilərəkdən və yaxud da bilməyərəkdən edilən səhvlərin nəticəsinə baxmayaraq komanda ruhdan düşmür. Bugünkü oyun alqışa layiq idi. Mən çoxdan da belə Neftçi oyununu görmürdüm. Mən Samir Abbasov mətbuat konferansında dedi, mən də bir Neftçi azarkeşi olaraq o oyuncuların göstərdiyi oyuna görə təşəkkür edirəm. Fəxr elədim onlarla. Bu komanda belə davam eləsə, mən düşünürəm ki, geci-tezi biz uğur əldə eləyəcəyik. Bugünkü gün sizə onu deyə bilərəm ki, Neftçi çempion olmayacaq. Siz bugün Neftçidən çempionluq gözləyirsinizsə, bunun başını buraxın. Ey azarkeşlərimiz. Neftçi bugünkü gündə bu mövsüm yaxşı heyət formalaşdırıb və bu yaxşı heyətin də bəhrəsi olaraq Avropaya vəsiqə qazanmağı planlayır. Biz, bu o demək deyil ki, yenə biz Qarabağ və digərləri deyilən bir termini görəcəyik. Yox, stabil çıxış edən Zirə komandası var, Sabah var və digər komandalar var ki, hər an hər şey dəyişilə bilər. Çünki Qarabağın bu dəqiqə başı Çempionlar Liqasına qarışıqdır. Komanda əsas gücünü orada qoyur və həyatda hər şey baş verə bilər və gəlib hansısa bir komandanın çempionluğunu görə bilərik. Amma Neftçi bu dəqiqə heyətini formalaşdırdığı üçün, möhkəmlənən heyət, bərkimiş heyət olmadığı üçün bu bir möcüzəyə bərabərdir. Amma Avropa Liqasına və yaxud da Konferans Liqasına vəsiqə qazanmaq realdır. Biz Neftçi azarkeşləri, Neftçi camiasını dəstəkləyən idman mütəxəssisləri sadəcə olaraq bu komandanın yanında qalıb, yanında durub, onun dirçəlməyinə yardım eləməliyik. Çünki komanda dirçəlməlidir ki, biz əvvəlki Neftçi əzəmətini görək. Mən şəxsən bir azarkeş olaraq təəssüflənirəm. Bu qapını Avropaya ilk qapını açan Neftçi komandasıdır. Amma təəssüflər olsun ki, bugün Neftçi aşağılarda yuvarlanır özü üçün. Digər klublar isə bir və yaxud da 2 mərhələni keçir, dayanır. Yaxşı nümunələrdən yaxşı nəticələr götürüb, yaxşı bir yola çıxmaq olar. Mənim hələ ki deyəcəklərim bu qədər. Bu birincidir. Qüsurumuz varsa üzürlü sayın. İstəyərəm ki, fikirlərinizi yazasınız, mən o şərhləri oxuyuram. Bir-birimizlə fikir mübadiləsi aparaq, ən azından ürəyimizi boşaldaq, dərdimizi bölüşək və düşünək ki, komandamız üçün yaxşı olar. Uğurlar, abunə olub dəstək olmağı unutmayın. Çünki sizin dəstəyiniz bizim üçün bir motivasiyadır. Hələlik meydanlarda görüşərik.